Telefona gələn birdəfəlik kodlara aldanmayın. Kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər. Senarilər fərqli olsa da məqsəd eynidir. Bu dəfə isə birdəfəlik kodlarla bağlı vətəndaşların pul vəsaitləri ələ keçirilib. Mənə zəng eləyiblər, bankdan güya və pulunu almaq istəyirdilər. Biz yoxlanış keçirik, sizə kod gələcək. Kodu görəndə gördüm ki, nəsə şübhəli görünür, yəni kodu demədim. Kod 5 rəqəmli idi deyəsəm, normalda 6 rəqəmli ya 4 rəqəmli idi. Kiberdələduzlar vətəndaşlara ani mesajlaşma tətbiqləri, zənglər və saxta linklər vasitəsilə yalançı vədlər verir, özlərini bank əməkdaşı, dövlət qurumu və ya hüquq mühafizə orqanlarının nümayəndəsi kimi təqdim edərək onları aldatmağa çalışırlar. Nəticədə isə vətəndaşların kart məlumatları və bank hesabları ələ keçirilir. Qohumun var idi, OTP kodunu dediyin üçün kartından 400 manat məbləğində pul çəkilmişdi. Zəng gəldi ki, siz avtomobil qazanmısınız, amma mən inanmadım, yəni adboy verdim də zəngi. Kartın 16 rəqəmli kodunu istəyirlər avtomobili vermək üçün və ya 4 rəqəmli kodu da istəyirlər karta giriş etmək üçün. Bəzən zəhlər gəlir, bəzən mesajlar gəlir. Hər yola əl atırlar ki, sırf şəxsi məlumatları ələ keçirlər. Xarici nömrələrdən zəng gəlir. Bank əməkdaşı kimi, nə bilim, hüquqşünas kimi özlərini təqdim edirlər, kod falan istəyirlər. İş yoldaşıma bank adı ilə zəng vurublar. Sizin bankda nə bilim nəsə probleminiz var, ona görə kartı yoxlamaq lazımdır. Ona görə elə məlumatlar alıblar, toplayıblar. Bunlar da səhvən inanıblar da, veriblər məlumatları. Mütəxəssislər bildirir ki, dələduzluq hallarının baş verməsinin əsas səbəblərindən biri vətəndaşların SMS-lə göndərilən birdəfəlik təsdiq kodlarını OTP-ləri qarşı tərəflə paylaşmasıdır. Birdəfəlik kodlar dedikdə, yəni OTP-lər əslində istifadəçinin kimliyini təsdiq eləmək üçün istifadə olunan bir təhlükəsizlik mərhələsidir. Əgər vətəndaş yanlışlıqla qarşı tərəflə OTP kodu paylaşıbsa, artıq öz yerinə başqasına icazə vermiş kimi olur. Çünki sistem üçün fərq eləmir kodu kim daxil edir. Əgər kod doğru daxil edilibsə, əməliyyat qanuni sayılır. Vətəndaş öz kodunu verdiyi təqdirdə isə vətəndaşa dəyə biləcək ziyan isə onun adından hər hansı bir proseslərin təsdiqlənməsi, icraların təsdiqlənməsi və ödənişlərin təsdiqlənməsi və s. kimi işlər ola bilər. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi vətəndaşlara SMS-lə göndərilən birdəfəlik təsdiq kodları ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir. İstifadəçilərə tövsiyə edirik ki, qeyd edilmiş hallarla qarşılaşan zamanı özü bankın və hər hansı bir qurumun əməkdaşı kimi göstərən şəxslərlə zəng vasitəsilə heç bir məlumat paylaşmasınlar. Bu hallarla rastlaşdıqları zaman aidiyyatı qurumlarla həmçinin ehtiyac duyularsa öz bank hesabı hansı banka aiddirsə həmin bankla əlaqə saxlayaraq dəqiqləşdirmə aparsınlar. Qeyd edək ki, təhlükəsizlik yalnız texniki vasitələrlə deyil, həm də sizin diqqət və davranışınızla təmin olunur. Şəxsi məlumatlarınızı qoruyun. Günəş Rızayeva, Əfqan Bayramov, Fidan Səfər, Space xəbər.